Neçə nömrəli sual dedik? 37. Baxın uşaqlar, 37 nömrəli sualda ABCD rombunda belə bir rombdur. A, B, C, D rombunda B bucağının nisbəti verilib. Deməli, bir bu bucaq, bir də bu bucaq. Veribdir ki, bura 2x plus 5'dir dərəcə ilə. B bucağı 6x plus 15'dir. Elmir deyə bilərsən, bunlar necə bucaqlardır? Bərabər bucaqlardır. 180 bərabər edir. Cəmi 180. Çünki daxili bir tərəfli bucaqlar olur. 2x plus 5 üstə gəl 6x plus 15. Çünki rombda və paralelogramda bir tərəfə biçik bucaqların cəmi 180 dərəcə. Çünki onlar daxili bir tərəfli bucaqlar. Çünki bu iki paralel, bu da üçüncü ilə kəsər. Bu təbii işləsək 8x üstə gəl 20 bərabərdir 180. Buradan 8x bərabərdir 160. X də bərabərdir buradan 20 dərəcə. İndi biz x 20 tapdıq. Bizdən soruşur ki, AB də 6'dır. Bu tərəf 6'dır. Söhbətlər rombdan gedir, onda bütün tərəflər 6'dır. Hündürlüyü tapmalıyıq. Baxaq görək ki, ehtiyac varmı? Və bizdən soruşulan rombun sahəsidir. Bu bucağı tapdıq biz. 20'ni yerinə qoysam, bucaq A neçə dərəcə eləyir? 40-45 dərəcə. Rombun belə bir sahə düsturu vardır. A kvadratı sinus alfa bərabərdir. A-nı tapmış A var, verilib bir tərəfdir. 6 kvadratı 36. Bu sinus 45. Sinus 45'də keçəsiyi kök 2 böl 2 deməkdir. Buradan da ixtisar gelir. 36'nı 2 ilə ixtisar edirik. Damımız var 18 kök 2. Sonra devir. Baxın. Bizim bildiyimiz kimi, deməli əziz izləyicilər, bizim bildiyimiz kimi WhatsApp qrupumuz var. Videonun aşağısında həmin qrupun linkini yerləşdirəcəm. Asanlıqla qoşulub yararlana bilərsiniz. Ödənişsizdir təbii ki. Faydalı qrupdur. Dərslər, canlı dərslər, sınavlar, məsələn, belə hal-hazırda olan formada dərsləri çəkib, dəstək məqsədli həmin qrupda paylaşırıq. Yararlanın, imtahanda sizlərə uğurlar arzulayırıq. Düzbucaqlı trapesiyanın oturacaqları verilibdir. 20 və 8. Deməli, bu kiçik oturacaqdır, bu da böyük oturacaq. 8 və 20. Böyük yan tərəfi 15'dir. Aya, səncə böyük yan tərəf buradır yoxsa bura? O yüzden sağ tərəf. Bəli, sağ tərəf. Deməli, burada verilib 15. Bizə deyir sahəsini tap. Trapesiyanın sahə düsturunu deyək. 60 B. Yəni, orta xəttin hündürlüyə hasilir. Bu trapesiyanın sahə düsturu. Birinci hündürlüyü. Bəli, bir dənə hündürlük çəkirik buradan. Çəkdim. Bu 8'dirsə, burada 8, ona paraleldir. Bura qaldı 12. 15, 12, növbəti Pifagor edədir. 11. 9. Belə bir çevrə. Bir də belə bir çevrə. Bu mərkəzi, bunun mərkəzi budur, bunun mərkəzi budur. Radiusu 2 cm olan kiçik çevrə, yəni uşaqlar, bu kiçik çevrədir, R bərabərdir 2. Onda böyük çevrənin, Radisi 4 olur. bəli, böyük çevrənin radisi 4'dür, R bərabərdir 4'dür. Bizə deyir ki, mərkəzindən keçir və ona toxunur, rənglənmiş hissənin sahəsini tapın. Deməli uşaqlar, rənglənmiş hissə də bildiyimiz kimi buradır. Bizdən buranın sahəsini soruşur. Biz buranın sahəsini necə tapa bilərik? Böyük çevrənin sahəsindən, böyük dairənin sahəsindən pi r kvadratı yerinə qoyuram. 4'ün kvadratı vur pi. Belədir neçə? 16 pi. Bundan çıxıram ştrixlənməmiş kiçik çevrənin sahəsini. Kiçik çevrənin də sahəsi nədir? Pi r kvadratı. Yəni pi vurulsun, kiçik r'in kvadratı 4. Bu da elədir 4 pi. Yəni mən bu 4 pi'ni buradan çıxmalıydım. Cavabım belədir 12 pi. Bir sual idi. Sonra deyim, zaten bilməsəniz izahlarını canlı şəkildə verirəm. 58. Deməli, paralelogramdır. Paralelogramında belə bir paralelogramdır. Bu hündürlüyü verib 3. Bura 8 verilib. Bir də adlandırmıram. Bu hündürlük bizdən soruşulur. Bura h-dır. Bu 4'dür. Və salam. Bizdən deyir ki, bu h-ı tapın.
Deməli, əziz şagirdlər, onu da qeyd edeyim ki, bu fiqurların sahəsi Güvən nəşriyyatının kitabındandır. Yəqin ki, bu kitabdan istifadə edirsiniz, gözəl kitabdır. Bundan istifadə etmirsinizsə istifadə edin. Bura 4-dür, bura 3-dür. Bilirik ki, bu 8-dirsə, hara 8-dir? Aşağıda paralel. Bəli, onun paralel olan tərəf də 8-dir. Bu 4-dürsə, onda bura 4-dür. Paralelogramda bir düstur var. Hər sahədə çəkilmiş hündürlük tasviri sahəyə verir. Bəli, bunda A vur H-a deyirik, bir də B vur S bərabərdir, B vur H-a deyirik. Xatırlayırıq, bu düsturları biz bir-birinə bərabər edirdik. Necə yazırdıq? A H-a bərabərdir, B H verir. İndi gətirib yerinə qoyuram. 8 vur 3, 24 bərabərdir. 4 vur H-a, oradan da H tapıldı. Neçə eləyir? 6. Yəni cavabımız oldu 6. Sonra, baxın paralelogramdır yenə. Baxın paralelogramdır. Paralelogramda bura B'dir, bura Y, bura S, bura F, bura D, bu hissədə A. Buradan bura bir xət, bir də bura bir xət. Bir B'yi YS'ye bərabərdir. Bu buna bərabərdir. Sonra CF FD'ye bərabərdir. Bu da buna bərabərdir. Şərti verilir. Bütöv paralelogramın sahəsi 60'dır. Bu hissənin bizdən sahəsini soruşur. Baxın, bu hissənin sahəsi. Deməli uşaqlar, bu üçün ən gözəl üsul nədir? Odur ki, yenə də paralelogramdır. Paralelogramımız A, B, C, D formasındadır. Bu dəfə şəklimiz bu formada. Bir, bu buna bərabərdir, bu buna bərabərdir. Buranı ştrixləyiblər şagirdlər. Baxın, buranı ştrixləyiblər. Bütöv paralelogramın sahəsi A, B, C, D-nin sahəsi verib 120. Ştrixlənmiş hissənin sahəsini soruşur. Yəni S, A, Y, F'in sahəsini soruşur. Necə yazma olar bu sualı sizcə? S bərabər 8'də 3. 8'də 3 düsturuna. Yəni necə 8'də 3? 8'də 3'ü 120'ye bərabər edir. 8'də 3'ü 120'ye bərabər edir. Çünki yadda saxlayırıq, paralelogramda əslində isbatı da var bunun. Bunun isbatını ayrılıqda verərik. Bunun əslində isbatı da var. Niyə 8'də 3 olur? 3 olur. Yadda saxlayırıq. Belə bir şəkil gördük paralelogramda. A, Y. Yəni buradan AC diagonalını çəksəm, yenə də AY mediandır. AC diagonalı çəkildiyi zaman AF də mediandır. Yəni bildiyimiz xassələrdən istifadə edib bu düsturu ala bilirik. Bu alınmış AYF üçbucağının sahəsi bütöv sahənin 8'də 3'ünü təşkil edir. Yəni bu 8'də 3x bərabərdir 120'yə. Buradan da alınır. Deməli, bütöv sahənin 8'də 3 hissəsi. S, A, Y, F bərabərdir 120 vurulsun 8'də 3'ə. Buradan da ixtisar eləsək 120 ilə 8'i 15, 8'dən ixtisar gedir. 3 dəfə 15, 45. Sonra 71. 71'ə qədər 68 nömrəli suala da baxaq. Bu sual əslində imtahanlarda çox iştirak edir. Bax, diqqətli olaq. Ola bilsin, yenə də iştirak elədi. Fiqurların sahəsi ümumiyyətlə buraxılış imtahanında 100% iştirak edən bölmələrdən biri uşaqlar. Və onu da qeyd edeyim ki, daha çox hallarda açıq sual kimi də iştirak edir. Bura 10'dur, düzbucaqlı üçbucaqdır. Bu A'dır, bu B'dir, bu C'dir. Buradan da bura bir düz xət çəkirik, burada D. Buranı da 4 veriblər bizə. Mənə deyir ki, rənglənmiş hissənin sahəsini tapın. Bax, bu da rənglənmiş hissədir. Suallar gözəl sualdır, qəşəng sualdır. Bu da 90 dərəcə şərtini vermişik. Bizdən soruşur ki, S, A, D, B bu rənglənmiş hissənin sahəsini tapın.
Deyilən var. Deyilən. Birinci böyük uçuşların sahəsini tapalım. Böyük bucağın sahəsini tapmaq üçün axı bizim əlimizdə CD yoxdur. Səviyə tapaq. CD-ni necə tapa bilərsiniz? Uşaqlar, bax diqqətlə baxın. Bax, çox gözəl sualdır. Bunu bilərəkdən götürdüm. Bu sizcə növü necə üç bucaqdır sizcə? Kör bucaq. Kör bucaq. Bəli, bu bucağın biz kör bucaq olduğunu görürük təbii ki. Dedik ki, kör bucaqlı üç bucağın adlandırdım A, B, S. Kör bucaqlı üç bucağın A, B tərəfinə S təpəsindən hündürlük çəkilməz. Bir də təkrar edirəm, S təpəsindən AB-yə bu hündürlük çəkilə bilmir. Ona görə ki, əgər bu hündürlük bura çəkilsə, bu olur 90 dərəcə. Kör bucaq, bu da 90 dərəcə. Nə edir? 180-i aşmırmı? Hələ burada da bir bucaq var. 180-i da gör nə qədər aşır keçir. Deməli, belə bir üç bucaq da olarmı? Üç bucağın axı daxili bucaqlarının cəmi 180-i aşmaz, 180 ola bilərdi. Ona görə də deməli AB tərəfinə buradan hündürlük çəkilməz. Yəni kör bucaqlı üç bucaq yeganə üç bucaqdır ki, AB tərəfinə S təpəsindən bax bura hündürlük çəkilə bilmir. AB tərəfinə bəs hardan hündürlük çəkilir? Onun uzantısından. Yəni baxın buradan endirilmiş perpendikulyar. Bu perpendikulyar 10 cm verilir uzunluğu. Hara çəkilmişdir əslində? AB tərəfinə çəkilmişdir. Kör bucağın uzantısı olan AC tərəfinin S təpəsindən AB tərəfinə çəkilmiş hündürlükdür. Deməli, hansı tərəfə çəkilir? 4 tərəfinə çəkilir. Çəkilən hündürlük neçədir? 10. Üçbucağın sahə düsturunu xatırlayaq. Tərəfə çəkilmiş hündürlük. Hasilinin və son bitdi. Bitdi. Bax, belə bir sual çıxaraq. Tərəfi 2 kök 3 cm olan bərabər fərqli üçbucağın sahəsini tapaq. Sadə deyilmi? Sadə. Tərəfi neçə olan? 2 kök 3. Bərabər tərəfli üçbucağın biz sahə düsturunu xatırlayaq. Kim deyər? A kvadratı olsun, bəli. Kökü bölünsün 4 və salam. Tərəf var, neçədir? 2 kök 3 kvadratı. Nə edir? 2 kök 3-ün kvadratı? 2 kök 3-ün kvadratı? 12 edir. 12. 2 kök 3-ün kvadratı vurulsun kök 3, bölünsün 4. 12 edir. 12 kök 3-ü də 4-ə bölürük təkrar. Yarımız 3 kök 3. Diqqətli olun. Kamerada nəsə sıxılırsınız.